Bu videonu əvvəl passiv gəlirlər mövzusuna həsr etmək istirdim, amma fikrimi dəyişdim. Bu mövzuya sıfırdan başlamaq lazımdır. Əgər hələ də maddi çətinlik çəkiriksə, deməli əsas problemləri açıq deməliyik. Keçən videoda aktiv və passiv gəlirlərdən danışdım. Anlayışları çox adam başa düşmür. Bu videoda iki sualı cavablayacağıq. Niyə kasıb qalırıq? Harda səhv edirik? Başlayaq aktiv gəlirdən. Aktiv gəlir fiziki və zehni əməyin nəticəsində qazanılan gəlirdir. Yəni aylıq maaş ola bilər, layihə və ya görülən işə görə ödəniş ola bilər. Əgər işləmirsinizsə aktiv gəliriniz olmur. İlk növbədə sabit gəlirli bir iş olmalıdır. Çünki büdcə məhz aktiv gəlirlə formalaşır. Aktiv gəliri artırmaq üçün əlavə işlər görülməlidir. Kimlər harada və necə pul qazanır, araşdırmaq lazımdır. Nəsə istehsal etməyi vərdiş halına gətirin. Ən çox satılan məhsullara və xidmətlərə baxın. Siz də həmin sahələrdə fəaliyyət göstərin. Lazımsız xərcləmələrdən uzaq durun. Əgər xərcləyirsinizsə, ondan gəlir əldə etməyə çalışın. Məsələn, bir çox insan və son model telefonlar üçün aylarla kredit ödəyir. Amma telefon alınan kimi dəyərini itirir onsuz da. Ən azından o telefonun imkanlarından istifadə edin. Bildiyiniz bir sahə varsa, video dərslər hazırlayın o sahə ilə bağlı. Onları onlayn platformalarda satışa çıxarın. Telefonla montajı, dizaynı və sosial media işini öyrənə bilərsiniz. Bu da aktiv gəliri artırır. Əgər fiziki məhsul istehsal etmək istəyirsinizsə, onlayn satış platformalarında elan yerləşdirin. Özünüzə sual verin. Mən ən yaxşı nəyi sata bilərəm? Bəlkə bir məhsulu çox keyfiyyətli hazırlayırsınız. Bəlkə də bir xidməti digərlərindən daha yaxşı göstərirsiniz. Əsas məqsəd aktiv gəliri artırmaqdır ilk növbədə. Çünki yalnız bu yolla əlavə pul qalır. O əlavə pullarla isə gələcəkdə passiv gəlir mənbələrinə yatırım etmək mümkündür. Nəticə olaraq passiv gəlir sıfırdan yaranmır. Əvvəl aktiv gəlir olmalıdır. Aktiv gəliri artırmadan investisiya etmək mümkün deyil. Əvvəl işləmək, qazanmaq və artıq pul yaratmaq lazımdır. Harda səhv etdiyimizi anladıqda nəyi düzgün etməli olduğumuz daha da aydın olur. Növbəti videolarda isə sırf olaraq passiv gəlir mənbələrinin yaradılmasından, sıfırdan qurulmasından danışacağıq. İndi isə özünüzə yaxşı baxın. Növbəti videolarda görüşənədək.